Deməli dostlar, bir dənə də Vahabinin videosu çıxıb qabağımdan, görün nə deyir. Peyğəmbər sallallahu əleyhi və səlləm salam verəcəyik və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm iki əzəmətli sahabəsinə, Əbu Bakra və Ömərə Allah hər ikisindən razı olsun salam verəcəyik və salamdan sonra Rovdaya daxil olacaqlar qardaşlar inşallah və Rovdada da namaz qılıb dua edəcək Allah Taalaya və sonra Allah nəsib eləsə Mədinədə digər yerləri, Quba məscidini, Uhud dağını və həmçinin Quran çap olan yeri, həmçinin sahabələri qəbirlərini, yəni Bəqi qəbirstanlığını ziyarət edəcəyik. Qəbirlərini, yəni Bəqi qəbirstanlığını ziyarət edəcəyik. Və bunlar bizim üçün xeyirlərdir Allah Taala'nın izni ilə. Hə, birinci Peyğəmbər sallallahu əleyhi və səlləm yox, o SSR-dir o. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdir. İkincisi nə oldu? Bə, qəbr ziyarəti haram idi. Birinci, ikinci xəlifəni ziyarət eləmək olar, amma dördüncü xəlifəni ziyarət edəndə şirk olur, hə. Bəsdirin də bu dini oyuncaq elədir. Sizin sizdə bir dənə ağıllı adam yoxdur, çıxıb desin ki, bu nə haqqadır verirsiniz? Yəni bütün hədəfiniz şiələri şirkdə ittiham eləməkdir. Utanmırsınız din düşmənlərinə köləlik edirsiniz.